Hər vaxtınız xeyirli olsun, dəyərli dinləyicilər. Yeni həftədə sizinlə, həftənin ilk günündə sizi salamlayıram. Yenidən hər zaman olduğu kimi eyni vaxtda, eyni dalğada 93 FM-də Biznesin nəbzi verilişini dinləyirsiniz. Mən Paşa Abdullahın təqdimatında və vaxt itirmədən sürətli şəkildə həmişə olduğu kimi keçid edirəm qonağımın təqdimatına. Qonağım istilik sistemləri və santexnika xidmətləri sahəsi üzrə mütəxəssis Mübariz Əliyevdir. Mikrofona yaxın əyləşin Mübariz bəy. Siz də salamlayın dinləyicilərimizi. Buyurun. Salam, hər vaxtınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Yaxşı bir efir olacaq. İnşallah olacaq. Maraqlı bir efir olacaq. Mübariz bəy, suallarınızı buyurub verə bilərsiniz. Böyük məmnuniyyətlə. mənim gözüm üstə. Həm dinləyicilərin, həm də sizin Paşa bəy suallarınızı böyük məmnuniyyətlə cavablandırarım. Təşəkkür edirəm. Elə bax dinləyicilər demişkən gəlin elə indidən mən əlaqə nömrəmizi xatırladım. 055 934 90 93 nömrəsi ixtiyarınızdadır. Suallarınızı yazıb WhatsApp üzərindən göndərin. Biz də sevə-sevə təqdim edək ki, sizə bu istilik sistemləri və santexnika xidmətləri sahəsində nə kimi tövsiyələr, məsləhətlər lazımdır, nələr sizi maraqlandırır. Bundan əlavə olaraq da Mübariz müəllimlə əlaqə saxlamaq istəsəniz 070 278 0885 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Instagramda da kombi altdan xət usta axtarış edib gördükləri işlərlə ətraflı, belə deyək, məlumat əldə edə bilərsiniz. Başlayaq elə bu istilik sistemləri demişdik. İstilik sistemləri seçimi necə olmalıdır? Yəni burada istilik sistemi deyəndə niyə məhz istilik sistemi? Adətən kombi xidməti, kombi servis xidməti, kombi işləri qeyd edirik. Amma burada məsələ təkcə bu deyil. İstilik sistemləri bildiyimiz kimi, yəni burada qazanxana işləri də olur, isti döşəmə deyirik. Yəni biz ümumilikdə bunu ona görə elə məhz istilik sistemləri adı altında təqdim etdik. İstilik sistemləri seçimi necə olmalıdır? Bax, bir mütəxəssis kimi Mübariz bəy öz fikirlərini, tövsiyələrini buyursun, dinləyicilərlə bölüşsün. Ən əvvəl istilik sistemlərində biz nəyə nəzər yetirməliyik? Otaqların həcmini nəzərə almalıyıq. Otaqların həcmi nəzərə alınır. Otaqların həcminə nəzərə alıb radiator seçirik. Radiatorları necə hesablanır? Hardasa 3 kuba bir seksiya radiator gedir. Və yaxud da bunu lori dillə belə asan dillə desək, bir kvadrata həyət evlərində bir kvadrata bir radiator, binalarda kvadrat yarıma bir radiator seçilir. Və hər bir radiatorların sayını bildikdən sonra radiatorların sayını biz vururuq. Bir seksiya 220 kaloridir, onu vururuq radiatorların sayına və bölürük 862-yə. Biz burada tapırıq kilovatı və kombi seçimi edirik. Bir çox hallarda Mübariz bəy, vurğuladınız ki, bu məsəl üçün fərdi yaşayış evlərində, tutaq ki, həyət yanı evlərdə, həyət evləri, lori dillə elə deyək, bir çox hallarda narazıçılıq eşidirik ki, kombi yaramır, yaxşı isitmir evi və dərinə gedəndə baxırıq ki, deməli monolit deyil, ara kəsmələr, beton deyil, o çornopol deyirlər, yəni qara pol. Yəni bunların hamısı əslində rol oynayır. Sonra da axırda elə deyək, ev yiyəsi günahkar kombini çıxardır ki, bu kombidədir günah, amma bu hamısı bunlar təsir eləyir. Hətta mən deyərdim, siz kvadratı, kubu qeyd etdiniz. Məncə bir məsələ də pəncərə məsələsidir. Pəncərələrin ölçüləri belə rol oynayır, düzdürmü? Təbii, əlbəttə, pəncərələr də böyük rol oynayır. Döşəmə, evdə döşəmə, əgər həyət evlərində döşəmələr ən azından açıq qarıb padval olur, oradan hava soğuyur. Yuxarıda, tavanda təkcə alçıpan vururlar, açıq olur, izolyasiya olmur. Polda, patologda izolyasiya olmayanda əlbəttə tez soğuyur, yaxşı isidə bilmir. Və radiatorların sayı az olduqda kombi həmin evi, həmin otağı isidə bilmir. Əgər otaq 30 kvadratdırsa 5 radiator, 10 radiator qoyub, 18 radiator qoyub, o isitməyəcək təbii. Və isitməyəndə biz onu isitmək üçün məcbur kombinin xodunu artırırıq. Qoyuruq 80 dərəcə tutalım. 80 dərəcə qoyuruq, yenə isidə bilmir. Kombi həm fasiləsiz işləyir, həm qaz itkisi olur.
həm də kombilər tez sıradan çıxır. Nə qədər yüksək dərəcədə işlətsək biz Bəli, onu bəli. radiatorda kombidə tez sıradan çıxır. Su nə qədər çox temperaturda qalırsa, o qədər çox keyfiyyətini itirir. Suyun tərkibi H2 odur, o zaman DH2 olur. Artıq suluğunu itirir. Açırsan bir ildən, 2 ildən, 3 ildən sonra atsan radiatordan su yox, su əvəzinə demək olar ki, palçıq tökür. Bəli, müşahidə eləmişik bunları, görmüşük. Ona görə radiator seçimini, əvvəlcədən radiator seçimini düzgün götürmək lazımdır ki, az bir xodda kombi işləsin rahat, həm də qaz itkisi az olur. Bəli, sərfiyyat çoxalır, sonra da deyirlər ki, kombi çox qaz işlədir, amma günah kombidə deyil, günah onu orada düzgün şəkildə quraşdırmamalısıdır, günah orada düzgün istifadə olunmamağıdır. Doğru şərait məsələsi bizim baş sponsorlarımızdan biri VK brendidir. VK brendindən Səbuhi müəllimi salamlayırıq buradan. Hər zaman maraqlı bir bax bu pəncərə məsələsini mən ondan oğurlayıb götürmüşəm. Deyir ki, insanlar düşünmür, yəni 40-80 santimlik məsəl üçün divar, lakin pəncərə deyir bir neçə santı da deyil də orada, yəni o şüşə. Deyir onları seçərkən düşünmürlər ki, bu yazıq bu bir balaca canından, nazikliyinlə o 80 santimlik divarı əvəz eləyir. Yəni bunu o qədər keyfiyyətli seçmək lazımdır ki, o isti, soyuq bunların hamısının qarşısını almağı bacarsın. Məsələ oradan o fikir ağlıma gəldi ki, pəncərələrin ölçüsü də və keyfiyyəti də kombinin gücünə, belə deyək, isitməsinə təsir eləyir bilavasitə. Keçid edək növbəti suala, radiator birləşmələri necə və döşəmədən hansı məsafədə olmalıdır? Bax, mən kondisioner məsələsində bilirəm ki, əslində düzgün quraşdırılma məsafəsi var və istehsalçılar onun üzərində o boru ki var, mis boru. Bəzi belə deyilən mis oğrusu deyilən ustalar var. Bax, anlayışım yetərincə var bu sahədən, ona görə onu üstündə neçə metr qoymurlar ki, bu sənə lazım olsa deyə. Yox, o boru orada olmalıdır, o məsafə qorunmalıdır, minimal məsafə var ki, hansı belə deyək də məsafədə bir-birindən aşağı-yuxarı quraşdırılmalıdır. Bilirəm ki, bu kombidə, radiatorda da mütləq ki, belə şərtlər var. Üzr istəyirəm. Sual verib izahatını da siz verirsiniz. İzahatını biz verəcəyik. Cavablandırmanı siz tam dəqiqliyini verin də. Mən nəyisə səhv də verə bilərəm, nəyisə səhv də deyə bilərəm. Yox, siz əstəğfurullah səhv deməzsiniz. Hər halda yəqin optikunuz var da, indi bu ustalarla söhbətiniz. Mənim uşaqlıqdan xasiyyətim olub. O deyirlər ki, filan kəs ev quran kişidir. Usta görmüşəm, yanına qaçmışam ki, nəyisə görüm, götürüm. Məsəl üçün kombidə bir-iki şey var ki, mən artıq servisə müraciət eləmirəm, özüm açıram, təmizləyib qoyuram. Evlər var ki, gedib orada işləmişəm, kombilərin zadını açıb bir neçə dəfə bağlamışam. Orada uşaqlar usta olublar. Eynən mənim. Demiş ki, gəl bizim kombini düzəltmək lazım deyir. Filan şeydir. Bu nədən olar? Nə edeyim? Əslində mən düşünürəm ki, insan biraz elə olmalıdır ki, sabah. Bütün hər işdə elə baxın, əziz dinləyicilər, bütün ustalar, bütün xidmət göstərən şəxslər Mübariz bəy kimi təmiz olmayacaq, işinin peşəkarı olmayacaq. Ona görə siz maksimum bacarın, öyrənin ki, Mübariz bəy kimi bir mütəxəssis əlinizə düşdüsə, çalışın, öyrənin ki, sabah Mübariz bəy əl çatan olmayanda, indi kombidə də məsəl üçün Mübariz bəydir, gələ bilmir və bir su sızıntısı var, bir problem var. Özünüz artıq anlayışınız olsun ki, digər ustanı çağıranda gəlib orada bir detal əvəzinə 5 detal əvəz edib alladıb sizi getməsinlər. Düz deyirəm yoxsa yox, bax. Düzdür. Başa mənim sualımız harda qaldı? Sualımız o idi ki, necə və hansı məsafədə birləşdirməz. Radiatorları evlər var gedirik. Radiatorları poldan 3 sm yuxarı qoyurlar. Demək olar ki, plintus belə görsənmir. Radiatorları ən azı 20 sm poldan hündür eləmək lazım, ən azı. Çünki siz fikir verirsiniz, radiatorların üstündə əlimizi tutanda hava qalxır, buxarlar yuxarı. Bəli. Orada hava qızdıqca qalxır yuxarı. Radiatoru elə quraşdırırlar ki, orada ventilyasiya yaranır. Hündürdə qoymaq lazım ki, bir altındakı havanı sorub qaldıra bilsin. Yerə bitişdirirlər. Boğulmasın da belə deyir orada. Bəli, yerə bitişdirmək düzgündür. Hündürə qoymalım. Bir də onu həm havaya sirkulyasiya eləsin, həm də sabah onun radiatoru açıb oradan bir suyunu təmizləmək lazım olsa, nəsə elə altına bir qab-qacaq yerləşdirmək olsun ki, o radiatoru aça biləsən. Da açanda oralar, su oraları başına götürmən də
bilirsiniz, ona görə ən azından hündürdə olmalı. Sonra birləşdirmələr necə olmalıdır? Birləşdirmələr əlbəttə iki baş, giriş başdan, çıxış altdan. Bunu yəni adamlar bilməsə də olar, bu dinləyicilər, amma ustaların da demək olar ki, böyük əksəriyyəti bilir. Bunu izah etməyə ehtiyac yox. Amma adətən görürsüz, mən gör nə deyəcəm. Evlər var 5 il bundan qabaq, 5 il əvvəl çəkilmiş radiatorlardır. 4 dənə radiator var, adamın tutalım. Birdən də 24 komisi var. Gözəl, kef eləyir, istilik hər şey qaydasında, gözəl nizam. Zaman-zaman suyumuz tərkibini dəyişdi, sirkulyasiya yaxşı getmədi, başladı isitməməyə. Zəng gelir, bir ustanı tapır, TikTok ustasının birini tapır. Maşallah, TikTokda bu dəqiqə ustalar o qədər. Ham ustadır. Hə, ham ustadır. TikTok ustasının birini tapır, TikTok ustası gəlir, bunu yumaq tutarım eləyəcək 100 manat, fikirləşir ki, ay işim gücüm yoxdur, buradan bir 100 manat da çıxardım, bir 200 olsun. Gəlmişkən. Dayı, bilsən nə var, bunu gəb eləyək. Bunu düz birləşdirməyib ustalar. Hər ikisini altdan birləşdirək. Yazıq ağsaqqal da usta deyil ki, ham usta deyil ki, ham bilməli deyil. Deyir, birləşdirib oğlum, birləşdir. Birləşdirir, oğlu birləşdirir. Amma sadəcə onun içini yusa, vallahi aşağı birləşdirmədən daha effektli olacaq. Adam fikirləşmiş ki, bir, dinləyicilər bunu daha yaxşı bilsələr, bilmələri lazımdır. Əgər 3 il bu radiator təzə qoşulanda gözəl isidir da, indi isitmirsə, deməli problem bu kombidə, radiatorda deyil, bunu təmizləmək lazımdır. Aydındır. Çəkişdə heç bir problem yoxdur. Aydındır, ətraflı məlumat üçün Mübariz bəylə söhbətimiz davam edəcək. İndi isə qısa fasilə vaxtıdır. Qısa fasilədən sonra yenidən bir arada olacağıq. Bəli, dəyərli dinləyicilər, söz verdiyim kimi qısa fasilədən sonra yenidən birlikdəyik və ənənəvi olaraq, dəyişməz olaraq qonağımı təqdim edib keçid edəcəm sponsorlar haqqında qısa məlumata. Siz isə aktiv olun dəyərli dinləyicilər, var, 1-2 sual yazanlar var. Əlaqə nömrəmizi bir də qeyd edirəm. 055 934 90 93 nömrəsinə mövzumuzla, qonağımızla, qonağımızın göstərdiyi xidmətlərlə bağlı hər hansısa bir sualınız varsa yazıb göndərə bilərsiniz suallarınızı. Qonağım istilik sistemləri və santexnika xidmətləri sahəsi üzrə mütəxəssis Mübariz Əliyevdir. İndi isə qısa sponsorlar haqqında məlumat. Verilişimizin baş sponsoru Abşeron Ticarət Mərkəzi Azərbaycanın və Cənubi Qafqazın ən böyük ticarət kompleksidir. 300 hektar ərazidə yerləşən mərkəzdə 1500-dən çox mağaza fəaliyyət göstərir. Burada təmir, tikinti, dekorasiya, elektrik, məişət texnikası və bağ-bağça sahələrinə aid minlərlə məhsul bir məkanda toplanıb. Kompleksə şəhərin müxtəlif istiqamətlərindən mütəmadi avtobus marşrutları işləyir. Ərazidə ayrıca avtovağzal fəaliyyət göstərir. Bu da həm alıcılar, həm də sahibkarlar üçün rahat gediş-gəliş imkanı yaradır. Abşeron Ticarət Mərkəzinin bütün obyektləri sığortalıdır və 24/7 fəaliyyət göstərən yanğından mühafizə və canlı mühafizə xidməti ilə qorunur. Kompleksin bütün perimetri kameralarla izlənir, təhlükəsizlik bir sözlə yüksək səviyyədə təmin olunur. Ziyarətçilərin rahatçılığı üçün geniş pulsuz parkinq zonası, ictimai yaşa və xidmət sahələri, həmçinin logistika və ambar infrastrukturu mövcuddur. Abşeron Ticarət Mərkəzi tikinti, təmir və dekorasiya sahəsində biznesin ən güvənli ünvanı, minlərlə sahibkar və alıcının gündəlik seçimidir. Ünvan Lökbatan, əlaqə Ulduz 6767. Digər baş sponsorumuz isə dəyişilməz olaraq VK brendi. VK brendi 1969-cu ildən dünya bazarında fəaliyyət göstərir və keyfiyyətli qapı pəncərə profillərini təqdim edir. Azərbaycanda isə 1992-ci ildən yerli müştərilərə, Azərbaycan vətəndaşlarına xidmət göstərir. Əgər siz də eviniz üçün keyfiyyətli qapı pəncərə profilləri axtarışındasınızsa, o zaman VK brendinə müraciət edə bilərsiniz. Sifarişlər həm Bakıdan, həm də bölgələrimizdən qəbul olunur. Daha ətraflı məlumat əldə etmək, VK brendinin qapı və pəncərə profilləri ilə yaxından tanış olmaq üçün 3W.az saytına daxil olursunuz. Həm rəng çeşidləri, həm də bütün VK məhsulları haqqında məlumat əldə edirsiniz. Əlaqə 050 208 05 26. VK hər zaman etibarlı, rəqib tanımır. Verilişimizin sponsoru isə Status Groupdur. Status Group 5 ildir layihələndirmədən təmiri açar təhvilinə qədər xidmətlər göstərir. Artıq Ağşəhər Yaşılada 2 ünvanında yerləşən Status Groupa üst tutmaqla A-dan Z-yə bütün inşaat məhsullarını birbaşa istehsalçıdan və idxalçıdan sərfəli qiymətlə əldə edə bilərsiniz. Status Group keyfiyyətli tikinti, doğru təchizatı önərir. Əlaqə 077 272 83 83.
Və bir daha qonağımı qeyd edim. Qonağım istilik sistemləri və santexnika xidmətləri sahəsi üzrə mütəxəssis Mübariz Əliyevdir. Bir daha xoş gördük, xoş gəlmisiniz Mübariz bəy. Təşəkkür edirəm. Siz sağ olun, suallarımızla davam edək ki, maksimum o sualları Buyurun. işıqlandıra bilək. Demək, isti döşəmə çəkilərkən məsafəsi nə qədər olmalıdır və harda istifadə etmək məqsədyönlüdür? Mənim əlavəm var. Bax, mənə elə baxmayın. Buyurun. Niyə? Bax, bu sualda bir məqam var, o son hissəsi məhz ki, harda istifadə etmək məqsədyönlüdür. Mən bir çox hallarda bu sahə üzrə fəaliyyət göstərən, hətta yerində isti döşəmə quraşdırılmış mənzildə olarkən bir çox şikayətlər bunu eşitmişəm. Mütəxəssislərdən, ustalardan söhbət gedir ki, qardaş, yataq otağına məsləhət deyil. Buyurun, davam eləyin. Bəli. Düzgün buyururlar. Bu istilik sistem, isti döşəmədə, döşəmədə boruların ara məsafəsi 20-25 sm olmalıdır. 15 sm demək olar. O ara məsafəsi nə qədər yaxınlaşsa, bizim kombimizin dərəcəsi o qədər aşağı eləmək lazım. Nə qədər yaxın olsa, o qədər tez isidəcək. Kombidə temperatur aşağı salacağıq. Ara məsafəsi nə qədər artdıqsa, orada biz avtomatik kombinin dərəcəsini yuxarı qaldırma məcburiyyətində oluruq. Və bir də o çəkilən zaman xətlərdə spiralvari çəkirlər. O spiralvari düzgün deyil. Əvvəl girişlə sonda temperatur eyni olmadığına görə evin bir hissəsi isti olur, bir hissəsi soyuq. Adətən amma elə çəkirlər. Bax, maraqlı bir fakta toxundunuz. Bir yerdə isti olur, bir yerdə soyuq olur. Bu bir gediş, bir gəliş, bir gediş, bir gəliş, bir gediş, bir gəliş olmalıdır. Borular cərgə ilə düzüləndə bir gediş, bir gəliş olmalıdır. Çünki gedənlə gələnin dərəcəsi bir-birini tənzimləyir və döşəmə eyni istilikdə olur. Mən harda çəkilmələrini nəm olan yerlərdə, su olan yerlərdə, hamamlarda olsa ən optimal variant, ən gözəl hamamlarda. Bəli, dəhliz hissə, mətbəx hissə. Məndən olsa, mən şəxsən evimdə nə dəhlizdə, nə mətbəxdə heç bir yerdə yox. Çünki mətbəxə dəhlizə, biz onu vurduqsa, onun üstünə hökmən qranit vuracağıq, kafel metlaq vuracağıq. Bunlarda da əksəriyyətində radiasiya var. Bu istilik də radiasiyanı daha da gücləndirir. Bir. İkinci, hər gün onu xadiməmiz yoxdur ki, bizim əlində bir dənə dəsmal bütün gün onu silsin. Tozlar çökürsə və o tozlar buxarlanıb sökür ciyarımıza. Məndən olsa, yalnız hamam tualetdə vəssalam. Mübariz bəy isti döşəmə ilə məşğul olanların bazarını öldürdü. Bu mənim üçün mənim dediklərim Quran ayəsi zadı, nə də konstitusiya qanunu zadı. Bəli. Mən sadəcə fikrimi deyirəm. Yəni bu işi görən adam ki, mən deyirəm bunlar daha yaxşıdır, daha məqsədə uyğundur. Əslində sağlamlıq baxımından. Bəli, sağlamlıq %100. Sağlam radiodayıq. Radiatorlar otaqlarda radiatorların havası daha gözəl olur. Boğulmur adam, daha gözəl olur radiatorların hava. Bəli, ona görə bir çox mənzillərdə görürük ki, qışın oğlan çağında kombini quraşdırıblar, istilik var, pəncərəni də gecə səhərə qədər yarı aralı formada saxlayırlar. Çünki hava çox boğunuq olur. Bu düzgün bir şey deyil. Ona görə biz ümumiyyətlə xalq olaraq çalışırıq elə körpə varsa körpəni bələyirik. Yəni ancaq istiyə öyrəşdiririk. Bunun özü bir xəstəlik mənbəyidir əslində. Bakteriyalı mikroblar orada daha çox inkişaf edir. Hələ üstə gəldə heç bir çox evlərdə böyük ehtimal ki, termometr yoxdur, yəni evin dərəcəsini ölçən. Yəni 22-24 dərəcə əslində kifayət eləyir, amma evlərin bir çoxunu biz qışda gedib yoxlasaq, bəlkə də 30-35 dərəcədə otururlar. Yəni bir tərəfdən lüks kimi hiss eləyə bilərsən özünü, amma o illərlə sonra fəsadlarını göstərəcək və o qeyd elədiyiniz o toz məsələsi də bu dəqiqə 3 nəfərdən 5 nəfərdən birində allergiya olur elə toza qarşı. Ona görə tövsiyə olunmur. Sonra da 2 gündən bir dərmana qaçacaq. Ona görə məsləhət deyil. Mübariz bəyin şəxsi tövsiyələrini belə deyək, diqqətlə dinləyin. İstilik sistemlərində hansı borudan istifadə etmək məqsəd yönlüdür? Bax, maraqlıdır. İstilik sistemlərində bir Paşa müəllim, bu radiatorlarda adətən ustalar üçün çox yüngüldür. Bu vacib bir məsələdir. Bunu dinləyicilərimiz bilsə daha gözəldir. Ustaların bilməyi, ustalar hamısını bilirlər. Ustaları bilməyi. Amma özünə sərf eləyən. Mən də ustalara burada mən ustalara məsləhət verməyə zada gəlmirəm. Sadəcə olaraq mən müştərilərimizə, bu dinləyicilərimizə tövsiyələrimi deyirəm. İstilik sistemində radiatorlara xəttləri 16-lıq borularla, istilik pola işlənən borulardan istifadə edirlər bəzi yerdə ustalar. Bu, mən həyatımda istifadə eləməmişəm. Çünki
ondan istifadə edəndə kombinin radiatorun ventilləri də nisbətən bahadır. Sonra borular bahadır, kollektor qoyursan və bu kollektor qoyulacaq. Bunların hamısı xərcdir. Hər radiatora adden borular gedir. Amma tutarım o 25'lik plasmas borularla çəkilirsə, onlar daha gözəldir. Amma bu şərtlə ki, çəkib otağın 5 otağı bir tərəfdən girib o tərəfdən çıxmır. Şaxələndirmək lazımdır. Şaxələndirmək lazımdır. Hökmən şaxələndirəndə hər yerə istiliyə eyni çatır. Demək ayrı-ayrı çəkilməlidir. Necə yəni ayrı-ayrı? Tutarım 6 otaqda, 3 otağa bir xətlə aparmaq lazım, 3 otağa bir xətlə aparmaq lazım. Yoxsa altısına da birinci otaq, ikinci otaq, üçüncü otaq fırlayıb devr elətdirib gətirmək olmaz. Axınca radiatorlar isinməyəcək. Demək ki, itki o qədər çox gedir o zaman. Şaxələndirmək lazımdır, şaxələndirib bölmək lazımdır. Bir də günümüzdə ən aktual olan məsələlərdən biri, bayaq əslində bilavasitə toxunduq biz birinci hissədə bu qaz sərfiyyatı məsələsi ki, evin strukturu birinci ona rol oynayır. Tikiliş, təmir işləri, pəncərə, qapı və s. və ilaxır. Bəs ümumilikdə başqa varmı variantlar bu qaz sərfiyyatını azaltmaq üçün? Nəyə diqqət eləmək lazımdır adətən? Nə kimi hallar olur ki, bu isitmə, kombi sistemlərində daha çox sərfiyyat olunmağına gətirib çıxardır? Qaz sərfiyyatı az olması üçün izolyasiya eləmək lazımdır. İzolyasiyası olmalıdır. Boruların çöldə qalan hissələrini tutalım koridordadır, hardadır, izolyasiya eləmək lazımdır. Kombinin özü də izolyasiya olunmalıdır. Bir yaralı yeri də bu kombi ustalarının sonra təmirə gedirlər. Kombilər asılır, biz təhvil verib gedirik. Sonra bu kombinin üzrə şkaf yığan ustalar. İnanın santimetrinə qədər sökürlər kombiyə. Güya ki, izolyasiya elədir. Sonra kombiyə müdaxilə eləmək olmur. Şkaf gərək sökə, müdaxilə eləsin. Əgər hansısa şkaf ustası eşitsə biz o kombiləri, onlardan rəşdmərim deməli, təvəqqə edirəm, elə şey etməsinlər. Mən biləm, kimdən nə pul istəyirlər, onsuz da verirlər də, bunu 5 santim böyük eləyin. Söz yox. Bunun sabah bu tərəfini də düşünmək lazımdır. Bir estetik tərəfini düşünürsənsə, sabah bunun bir işçi gəlib bura müdaxilə eləmək. Bax, o günləri sizə verilişdən qabaq dedim, su sızması baş verdi evdə, şəxsən öz mənzilimdə, kombidə demək, mətbəxdə yerləşir və mən bir həftə bundan qabağa qədər elə bilirdim ki, təəssüflənirdim də, kaş kombi eyvanda olaydı. Amma sonra bildim ki, yox, elə ona görə bu qədər ildir mənə belə necə lazımdır qulluq eləyir. Sən demə, daxildə olmağı daha uzun ömürlü, təmiz qalır, soyuq vurmur, don vurmur, bu kimi təhlükələrdən qoruyur. Bəli. Və o günləri gələndə mən tam sökülməyini, yəni quraşdırılmanı görmüşdüm. O evə köçəndə ki, asıldı, quraşdırıldı və mətbəxdə yerləşir. Demək, onun sağ-solu açıq olmağı çox rahat iş görə bildi orada. Çox rahat. Üzr istəyirəm. Buyurun. Müdaxilə edirəm. Estağfurullah, buyurun. Birisi nətərdir? Xunada da olanda o şkafı görmüşəm, elə yığırlar qardaş. Elə bil ki, şkafı yığırlar, bir balaca qoyurlar onun ruskalarını fırlamaq üçün. Qardaş, sabah bunun adam bəlkə bu kombisi xarab olacaq, da tolyası olacaq yerinə bir başqa kombi qoyur. Çünki onun sağ-sol nahiyələrindən də açılan hissələri var. Sağdan, soldan, altdan, sonra o kombinin arxasında genişlənmə çəni var. Onu dəyişəndə hökmən kombi çıxmalı olur. Hökmən kombi çıxmalıdır. Amma halbuki açıq olsa hər tərəfdən... Əgər hər tərəfdən açıq, üstü də açıq olsa, indi şkafda üstünə açıq olmasa da kombini çıxartmağa bari bir yer olsun, kombini çölə çıxartsın. Tutmaq olsun da, belə deyə ən azından. Onu dəyişmək olur. Bunlara diqqət eləmək lazımdır. Qaz sərfiyyatı da ki, ümumilikdə həm dedik, bundan bir də vaxtında sistemlər. Radiatorları, bayaq mən dediyim kimi, ölçülərini uyğun götürmək lazımdır otaqlara, izolyasiya etmək lazımdır. Vaxtında radiatorları təmizləmək lazımdır. Hökmən təmizləmək lazımdır. Və qaz sərfiyyatı bu zaman az olacaq. Qaza verdiyiniz pulu ustalara verin, gəlsinlər, təmizləsin. Sizə bu xidməti göstərir. Əslində elədir. Bir dəfə xərc çəkirsən, neçə il gedir, yəni davamlı olaraq. Bir dəfə, əgər radiatora bir dəfə yuduldursa, 2-3 il gedir. Mən inandırım ki, sizi, mən evi, belə deyək də, o giryaşa belə almışam, təmirli ev olub. Düzdür, ev satan şəxslə
Dedi yox, mən bu kombiyə bu qədər pul vermişəm, heç üst-üstə burada filan qədər işləməyib. Dedim heç nə onda bu sənin cərcəyizin, bunu götürə bilərsən. Çünki o bahalı bir mağazadan onu almışdı. Yəni biz də indi danışanda hiss edirsiniz də azdan çoxdan bir bildiyimiz var. Mən getdim eynisini yarı o aldığı qiymətə təzəsini gətirdim. Sistem də varsa, nə var orada? Quraşdırdıq. Nəsə sözüm onda yox. İnandırım ki, sizi mən 5-ci il artıq tamam olur o mənzildəyəm. Hələ bir dəfə ümumi təmizlənməyib. Amma halbuki həm ümumilikdə bizim sular çirklidir. Bizdə də ümumiyyətlə bir sıxıntı var. İnanın mənə, bu qədər il ərzində bu qədər yaxşı isidirsə, indi təsəvvür edin ki, mən oranı bir dəfə yuduzdursam, indi məsəl üçün 40-50 arası dərəcəni qoyuramsa, kifayət eləyirsə, onda bilirəm ki, 30 da kifayət eləyəcək o mənzili isitməyə. Bəli. Bax, buradan da yararlanın bu tövsiyələrdən, fikirlərdən və keçid edək digər məsələyə. Bax, bu qazanxanalar. Qazanxanalar və yaxud təkcə kombi harda və hansından istifadə etmək lazımdır? Təkcə kombilərdən biz harda yararlanır bilirik? Təkcə kombilərdə istər bina evləri olsun, 3 otaqlı, 5 otaqlı bir evdir, birdən də hamam tualeti var, bir də kuxnası var. Bir kombidən istifadə edə bilirik, gözəl effekt verir. Qazanxanalar amma tutarım 3 mərtəbəli ev var, orada hökmən qazanxana qurulmalıdır. Kombi orada tutarım 2-ci mərtəbədə biri suya açacaq, 5-ci mərtəbədə gün ərzində kombi işləməyəcək, ev soğuyacaq. Hökmən orada qazanxana qurulmalıdır. Qazanxanada da boiler, qazanxana qurulsa orada boiler olacaq. Boiler gün ərzində suyumuzu verir və hansı evin mənzildə hansı kranda açsan orada anında su orada hazırdır. Da gözləməyəcək ki, isinsin, yol gəlsin, falan istara. Bunlar ona görə böyük mənzillərdə, villalarda, obyektlərdə hökmən qazanxana olmalıdır. Boiler sistemi olmalıdır. Kombi yaramızı sağaltmayacaq bizim kombi. Bu müəssisə, idarə, böyük tikililərdə, məktəb olsun filan bunlarda məlum məsələ idi, amma məsəl üçün o böyük evləri məsəl üçün mən şəxsən düşünməmişdim ki, boiler sistemi, yəni qazanxana sistemi kimi qurulmalıdır. Amma də 3-4 belə deyək, 3-4 otaqlı bir mənzildə bir külfət 5-6 nəfər, biri mətbəxdən suyu açanda biri orada qışqırırsa ki, suyu bağlı, soyuq oldu. Demək ki, o 3 mərtəbəli mənzildə o daha çox bildirəcək. İdeal su verəcək və kombini açanda da bilirsiniz, gah isti, gah soyuq gəlir. Amma boiler, qazanxana yığıldı, boiler oldusa, boiler suyu bizə istədiyimiz temperaturu verir. Gah isti, gah soyuq gəlmir. Komfortu yüksək səviyyədə olur. Düzdür, biraz rasxoddur orada, amma adam 4 mərtəbəli villası varsa, maşallah, sağlığına qismət. O, biz qazanxana da yığdırmağa imkanı var. Sadəcə olaraq onu yığmaq lazımdır. Mübariz bəy, bir dinləyici sualı var. Onu səsləndirim, sonra keçid edəcəm öz suallarıma. Çünki maraqlı gəldi mənə sual. 9026 nömrəli abunəçi yazıb ki, isti döşəmə sistemi çox qaz sərf edirmi, yoxsa əksinə daha qənaətlidir? Bax, bunu biz hər şeyi vurğuladıq əslində. Qənaət baxımından fikir et. Düzdür, sağlamlığınız daha önəmlidir, dəyərli dinləyici, amma qaz sərfiyyatı ilə bağlı siz yəqin ki, daha məqsədə uyğun cavab verərsiniz. İstipol əvvəlcə məsələ nədir? İstipolu tutalım bugün səhər tezdən kombimizi biz birləşdiririk. İlk birləşdirəndə istipol uzun müddət və uzun vaxt aparır. 1 saatsa da vaxt aparacaq ki, o istipol isinsin. İstipol isinənə qədər kombi sönmür. Çox ağır yığacaq. Çünki daş isinməlidir axı. Qaz sərfiyyatı bu zamanlarda qaz sərfiyyatı artıq gedir və sonra stabilləşir. O daş isinəndən sonra stabilləşir. Amma radiatorlarda tutalım. Radiatorlarda birləşdirdik, anında ev isidir. Deməli o söndürəndə də anında soyuyur. Bir qədər daha çox. İstipol isti döşəmədə vaxt tutarım bu əvvəlcə nə qədər çox qaz apardısa, sonra biz onu söndürsək, bir neçə saat o daş isti qalır. Elə bil həmin qaza da ekonomiya edirsən. Bir o qədər fərq eləmir onda. O qədər də fərq eləmir. Bizə nə qədər istilik lazımsa, o qədər də qazımız gedəcək. Bu mümkün deyil. Deməli, gələk bir digər məsələyə. Qazanxanalarda dəngə qabı vacibdirmi? Bax, mənim özümdə susuram, öyrənmək istəyirəm. Dəngə qabı, əzizim, dəngə qabı sadəcə olaraq, dəngə qabı qoyursaq, əgər dəngə qabı qoyursaq, hökmən devriyyə motorlarda qoyulmalıdır. Dəngə qabı nədir? Dəngə qabı sadəcə olaraq, dəngə qabı su, əgər qabaqlarda su tutulsa,
yol bağlansa dəncə qabının içindən avtomatik devr eləyib qayıdır qazanın içindən, orada devr eləyir. Əgər qabaq bağlansa, dəncə qabının içindən qayıdır ha. Orada su qarışır bir-birinə. Belə işləyəndə qarışmır. Əgər devriyə motorları olmasa, devriyə motorları suyu ötürməsə, kombinin gücü çatıb apara bilmir və o dəncə qabından fırlanır, istəyir heç getmir. Əgər dəncə qabı qoyuldusa, hökmən devriyə nasoslarda qoyulmalıdır. Amma dəncə qabından çox, mənim Instagramda paylaşmam bir-iki dənə villaları, dəncə qabından yox, orada kollektordan istifadə eləmişəm. Özüm yığdığım kollektorlardan. Kollektor olanda daha gözəl olur, daha effektli olur. Heç devriyə motorlarına ehtiyacı olmur. Kollektor elə bir növ su anbarıdır. Su ehtiyat suyumuz var ha orada. O daha effektli olur, daha gözəl, daha ideal. Həm də dəncə qabı elə bir rasxoddur, sonra da onun içi xarab olur, təzədən dəyişmək falan. Amma kollektor daha məsləhətdir bir sözlə. Özümüz düzəltdiyimiz kollektor ha, böyük 100-lükdən 75-lik borulardan kollektor yığılıb düzəlir. Neyjaveykadan olsa daha gözəl. Bəs ümumilikdə bu qazanxanalarda nəyə diqqət yetirilməlidir ki, sonra problemlər yaranmasın falan? Qazanxanaları ustalar bilir, yəqin ki, ustaların hamısı bilir, bilməyən usta yoxdur. Qazanxana yığan ustanın hamısı bilir. Orada avtomatik hava çıxardan olmalıdır hökmən. Genişlənmə çəni olmalıdır hökmən. Əmniyyət klapanı olmalıdır 3 bar hökmən. Təhlükəsizlik. Bəli, əmniyyət klapanı olmalıdır ki, açsın, hökmən olmalıdır. Və bunlar hökmən olmalıdır. Həm orada nəzər yetirmək lazımdır, suyu buraxmağa, sistemin suyunun zadını boşaltmağa, kranlar zad qoymalı. Ustalar bunun hamısını bilir. Yəqin ki, kim də ustaya iş gördürsə, ustaların hamısı mükəmməl işini bilən ustalardır bu gün maşallah. Əvvəllər birisi necə idi? Kombi təzə satılanda ustalar belə baş çıxartmırdı. Adamın kombisinin balonun havası düşürdü, gedib balon dəyişirdilər. Bilmirdilər ki, o balonu dəyişmək yox, hava vurmaq lazımdır ona. Bəli. Ustalar da bilmirdi. O hava ümumi təzyiqə təsir eləyir. İndi mənim təzyiqi tənzimləyir. Genişlənmə çəni qazanxanalarda da qoyulur. İndi mənim demək olar ki, ünsiyyətdə olduğum kiminsə kombisinə baxdığım, evində işlədiyim adamların hamısı balonunu özü zapraf verir. Başa salım telefonun, özləri edirlər. Çünki bizim o qədər vaxtımız olmur xırda şeylərə gedib gəlmək. Özdə maşallah olsun bu dəqiqə o qədər texnika inkişaf edib ki, kiçik bir əl nasosudur. Belə deyə əldə enerji ilə taxırsan, yığır, sonra da rahat istifadə edə bilirsən. O gün gördüm, elə fikirləşirəm indi o var da müəyyən saytlar. Bu bir atmosfer, 2 atmosfer. Adəm onu da deyim ki, genişlənmə balonunda kombilərdə 1 atmosfer az olmalıdır. Ta ki, qazanxanalarda biz genişlənmə çəni suyun da üstünə qoyuruq. Həm atapleniya xəttinin üstünə genişlənmə çəni qoyuruq, həm də suyun, çünki o necə ki, kranda açanda birdən su belə bərk vurur, sonra həmin o su vurmalıdır, genişlənmə çəni qoyuruq. Genişlənmə çəni də kombilərdə 1 atmosfer olur. Amma suyun üstü, su xəttinin üstündə olan genişlənmə çənləri 0,5 bar aşağı olmalıdır o motorun təzyiqindən. Əgər 5 atmosferlik motor qoyuruqsa, genişlənmə çəni 4,5 atmosfer olmalıdır. Kombinin dərəcəsini az və ya çox qoyanda qaz sərfiyyatı necə olur? Yəni təbii, əgər kombinin tutaq 80 dərəcə qoymuşuqsa, 50 dərəcədən 80 dərəcənin arasında böyük fərq olacaq. Qaz içi daha çox olur. Biz onun daha çox dayanmadan demək olar işləyir də 80-ə qoyanda. İstəyiriksə, təbii, əlbəttə. Və o mən bildiyim qədərilə kombinin ömrünü də qısaldır. Nə yüksək dərəcədə kombin işlətmək təbii, əlbəttə. Evini yığır kombini. Aydındır. Görüm digər dinləyicilərdən var suallar əslində. Deməli. Burada bir dənə sual var. Nədən irəli gələ bilər? Nədənlərini belə deyək, söyləyək. 1574 nömrəli abunəçi soruşur ki, radiatorlar evin hər yerini eyni dərəcədə qızdırmırsa səbəb nə ola bilər? Görən radiatorlar mənə maraqlı gəldi. Əslində dinləyicimiz tam yazmayıb. Radiatorların bəlkə özləri tam qızdırmır. Radiatorların özləri ola bilsin tam qızdırmır. Radiatorun məsələ nədir? Bayaq dediyim mövzudur. Çişlənmə gedir və bu kirli su aşağı çökür. Aşağı hissə oldu ora palçıq. Orada devrəyə getmir. Üst hissədə isti su girir, çıxana qədər soyub lap
Aydın. soyuq səviyyədə gedir. Ona görə radiatorun aşağı hissəsi soyuq olur. Bir də deyirəm, bəlkə bayaq heç dinləyicilərimiz eşitmədi. Gəlib burada müdaxilə edirlər ki, radiatorun xəttini dəyişək, yuxarıdan aşağı bir əşək, aşağıdan yox. Buna ehtiyac yoxdur. Sadəcə radiator yuymaq lazımdır. Yuyulmalıdır. Paşa müəllim, mən bir mağazində durmuşdu. Mən bir zapça satılan mağazin var şəhərdə. Girdim ora. Girdim, gördüm satıcı ağsaqqala izah edir ki, ağsaqqala ehtiyac yoxdur. Sənin evində devriyə nasosuna ehtiyac yoxdur. Girdim, bunlar məni görəndə bu satıcılar ürək. Kişi buraxmır, deyir, ver mənə aparım dedim. Bu da deyir, ay ağsaqqala aparacaqsan, bu devriyə nasosunu qoşacaqsan ora, sonra qaytarıb bizə verəcəksən. Bunu götürməyəcək, aparma, ziyan eləmə. Girdim, məni girəndə bu satıcılar ürəklərini dedilər ki, bu ağsaqqal bizdən devriyə nasosu istəyir, bunu başa salaq. Bilmirik ki, biz ağsaqqal, sənə lazımdır. Ehtiyac yox. Ehtiyac deyirlər. Soruşdurdum, evdə neçənin kombidə 32-lik, neçə radiatorun var? 7 radiator. Və bu, neyinsə bu devriyə nasosun, deyir ki, ustalar dedi ki, altına motor qoymaq lazımdır, devriyə nasosu. Kişi nə oldu dedim, ehtiyac yoxdur. Gəl otur maşına, gedək sizin evə. Durdu elə bir də pulzad alacam da, oraya getməyə. Ustalar, gəl, dedim kişi, fikirləşmə, heç nəyə ehtiyac yoxdur. Otur maşına getdik. Getdik, o axırıncı 2 dənə radiator isinmirdi. Radiatoru açdıq, altına bir dənə qab qoyduq. Radiatorun içindən töküldü, palçıqsat. Açıb yumaq zat da yox ha. Sadəcə o radiatorun o 2 dənə qız isinməyən radiatorun palçığını boşaltdıq. Bağladım, suyu vurduq. Kombini qoydum 80 dərəcə özüm lap yaxşı qızsın deyən ha. 5 dəqiqənin içində qızdım. Kişi bir ən azından bir 10 dənə müştəriyə yönləndirib telefon nömrəmi verib. Əsl təbii reklam idi və biz də təbii olaraq bu məqamda qısa fasiləyə ayrılırıq. Reklamdan sonra yenidən bir arada olacağıq. Bəli, dəyərli dinləyicilər, qısa fasilədən sonra yenidən birlikdəyik. Qonağımı bir daha qeyd edim. İstilik sistemləri və santexnika xidmətləri sahəsi üzrə mütəxəssis Mübariz Əliyevdir. Əlaqə nömrəsi 070 278 0885, Instagram səhifəsi kombi_usta. Mübariz bəylə bir neçə dəqiqəmiz qalıb. İstəyirəm onu da belə, necə deyərlər, çox belə faydalı keçirdək. Ona görə elə üst tuturam suallarımıza. Deməli, əvvəl radiator əla isinirdi, indi o deyil. Ustalar əlavə pompa və dəngə qabı məsləhət görürlər. 24-lük kombi, cəmi 4 radiator var. Bu bayaq dediyim bu söhbətlərə toxunduq. Bu doğrudan bu çox ustalar gedirlər bayaq dediyim kimi, o bayaq söhbət elədim, həmin şeydir. Sadəcə o radiator arası təmizləmək lazımdır. Vəssalam. Yoxsa dəngə qabı qoyma ora, nə bilim. Radiatorlar isinmirsə bir sözlə yuyulmalıdır vəssalam. Hökmən. Əvvəlcə isinibsə, bu indi isinmirsə, deməli bunun çəkində heç bir problem yoxdur. Bura dəngə qabı, döngə qabı, heç bir şey lazım deyil qardaş. Sadəcə olaraq sistemi yumaq lazımdır, təmizləmək lazımdır radiatorları. Bir də bu isti su bir çox hallarda açanda su isinir, soyuyur, oynayır da yəni. Bəli, bu da kombinin özünü yumaq lazımdır. Hə, esenjor deyirlər. Esenjorunu yumaq lazımdır, bəli. Esenjoru yumaq lazımdır. Olacaq. Bəs bəzən olur mütəxəssislərdən, bax indi o biraz nə deyirlər ona, dava qırğın salmaq istəyirəm burada. Bəzən mütəxəssislər deyir ki, tövsiyə eləmirik, onun müəyyən bir təbəqəsi olur, qoruyucu. Deyir, o yuyulanda o maddələrlə onsuz da deyir zədələnir. Bu nə dərəcədə doğrudur? Deyir, biz dəyişməyi daha çox tövsiyə eləyərik. Deyir, aşağı-yuxarı eyni xərcdə deyir. Aşağı-yuxarı düz deyir, eyni xərcdir, amma yusaq bir neçə dəfə, bir 5 dəfə, 10 dəfə bu dərmanlara baxır da. Ola bilsin elə dərmanlar var, aşılandırır, tərkibi daha dozalı olur, aşılandırır. Yəni o söhbətdə bir həqiqət var, yəni o deyilən. Həqiqət var, tutalım deyək ki, belə deyək də, bu gün kombin neçə euro, kombini hansı tutanı çağırsam, kiçik esenjoru yumağa heç almasa 50-70 manat alacaqlar. Bəli. Amma esenjoru alıb dəyişsən də 70-80 manat dəyişəcək də. Təzə tutan qoy da. Əslində hə, doğrudur da. Bir neçə il işlədi, yuduzdurma. Oradan sən qabağa düşürsən. Yox, oradan mən təklif edirəm. Normalda ildə bir dəfə yuyulmalıdır. Düzdürmü? Bəli, isti su azalır, esenjor tutulur, isti su azalır. İsti su azalır, az gedir. Ona görə yuyulmalıdır. Həm də amma bir şey də deyim, bana bu iki esenjorlarda dəyişmək olur. Amma bir esenjorlarda bu esenjor bahadır, 240 manat. Onu dəyişmək çətindir. Onu yumaq lazım. O da misdir. Ona da mümkün deyil ki,
dərman ona nəsə təsir Bax eləsin, onu da nəyisə varsın. dəyişəndə götürün ha onu, ustaya verməyin, mis də aparıb satarsınız. Bax bu da mənə bir tövsiyə. Əgər dəyişilməsi mümkündürsə, təzə kombi almısınız. İldə bir dəfə esenjoru yuzdurmayın. 1-2-3 il dişinizi sıxın, sonra bir dəfəlik dəyişin. O daha sərfəlidir belə baxanda. Nəinki ildə bir dəfə yuyunmaq. Daha sonra nə sualım var idi? İsti su soyuğa nisbətən zəif gəlir. Səbəbi nədir? Bax bu Təbii bunun əlbəttə çox- esenjor tutulub ona görə zəif. tutulmadan bəs Bəli. təzyiqdən də ola bilərmi bu? Yox, əgər soyuq su güclü gəlir, isti zəif gəlsə, deməli problem bizim isti su xəttimizdədir. Aha. Esenjorun isti su xətti tutulub, isti su oradan zəif gəlir. Bəs yaxşı esenjordan olmasa başqa şeydən ola Başqa bilərmi? şeydən də ola bilər. Əlbəttə evdə krankların o isti su tərəfi ola Bəli, bilər. bəli. Krankdan da iki tərəfi var. Bizdə deməli dediyim kimi giryaşa mənzili idi. Köçəndən hiss eləyirdim ki, qardaş, bu qədər güclü təzyiqin qabağında bu mümkün deyil də. Yəni qoy biraz fərq eləsin də ki, məsəl üçün o sistemdən keçir, gəlir, məsafə qət edir. Axırı bir gün gördüm yox, bu zəifliyə gedir. Bir yaxınımız var, qonşumuz var idi, onu çağırdım. Dedi, qardaş, bu kombi deyir, salafan təzə açılıb, burada problem ola bilməz. Dedi 100% bu xəttədir. Bax elə baba birinci burdadır. Kombidən çıxır, belə deyək, divara daxil olur, orada dönmələr var. Kəsdik ki, nə? O necə hələ o aylardır oradan isti su gəlmişdisə, o özü bir möcüzə idi. O dönmələrdə o əridib o plastik boruları ki, bir-birinə keçirdilər. Elə bil o ütü ilə necə peşəkarcasına işləyibsə, o usta kim olubsa, əridib keçirtməyib, qatdalayıb bir-birinə keçirtmişdi. Yəni oradan isti su ancaq sızğı keçə bilərdi. O da elə o dediyim o suyun təzyiqinin gücünə hələ gəlirdi o su. Bax bu da vacib bir məqamdır. Sonra nə sualımız qaldı? Aha, bu ənənəvi sualdır. Dinləyicimiz yazıb, radiatorun yuxarısı, isti aşağısı yuyulmalıdır bir sözlə. Kombi seçərkən bir esenjor ya 2 esenjor, bunların fərqi nədir? Bax buna da qısaca bir məlumat verək. Bu biz ən gözəl suallar. Bütün sualların hamısına dəydi. Adətən bu kimsə kombi almaq istəyəndə tövsiyə edəndə ki, bir esenjor alın. Bunlar bilmir bir esenjoru nədir, iki esenjoru al. Onda səni bunlar biz elə bil özünü bir düşmən kimi qəbul edir. Yəni sən buna pis deyirsən. Mənim pulum yoxdur, ikisini alam. Amma iki esenjordansa bir esenjor almaq lazım. İki esenjorda nədir? 2 dənə esenjor var. 2 esenjorda isti suyu açanda da pompa işləyir, qışda da pompa işləyir, yayda da. Amma bir esenjorda yayda pompa fasilə eləyir. İşləmir, isti suyu açanda işləmir pompa. Bir esenjorda. Sonra 2 esenjorunun 3 yollusu var. 3 yollu mexanizm var, xarab olur. 3 yollu mexanizmin motoru xarab olur. Yəni bir əlavə xərc. Bir var Sovet maşını, bir də var indiki bu elektrikli maşın. Yəni bunların xarab olanda çox detalları xarab olur. Mən şəxsən öz evimdə bir esenjordur və dosta, tanışa da bir esenjor kombi məsləhət görürəm. Aha, aydındır Mübariz bəy. Bax öz evinizdə çox xoşuma gəldi o məqam. İnsan əgər öz ailəsinə necə öz evinə qulluq edirsə, qayğı göstərirsə, digərləri də artıq ona könül rahatçılığı ilə müraciət eləyə bilər. Müraciət etmək üçün Mübariz bəylə əlaqə saxlamaq üçün 070 278 0885 Instagram səhifəsi kombi _usta. Verilişimizin sonuna gəldik, çatdıq. Sağollaşmaq vaxtıdır. Buyurun, qısaca. Sağollaşmamışlar. Buyurun. Bilirsiniz nətərdir? Bu əvvəlcə ustalara tövsiyəm odur ki, gedib hardasa iş görürsə, özünü o ev yəsinin yerində. Bəli. Öz evi kimi yanaşsın. Öz adam öz evində o qədər ürəklə işləmir. Öz evində. Özünü o ev yəsinin yerinə qoysun ki, xazeynlər də özlərinin ustanın yerinə qoysunlar. Onda vallahi hər şey gözəl gedəcək. Usta ürəyini belə çıxardıb qoyacaq ora. Ev yəsi də ustaya istədiyi pulu verəcək. Yəqin ki, bu laf Aydındır. Çox sağ olun Mübariz bəy. Sağ olun dəyərli Sağ olun, dinləyicilər. sağ olun, Sabah sağ olun, görüşmək təşəkkür ümidi ilə.